Salam değerli izleyiciler, kanalıma hoş geldiniz. Bu videomda sizlerle soti baklavasının hazırlanmasını bölüşürəm. Dərin bir qabın içərisinə 4 stəkan ələnmiş un əlavə edirəm. Üzərinə 250 qram yağı doğrayıram. İstəsəniz süd gəzdən də keçirdə bilərsiniz. Yağı doğradıqdan sonra əlimlə omac edirəm. Omac hazır olduqdan sonra 200 qram xamanın içərisinə 1 çay qaşığı çayını soda əlavə edib qarışdırıb içərisinə tökürəm. Yarım çay qaşığı duz, 1 ədəd şəkərli vanil, 3 yumurtanın sarısını əlavə edib yoğururam. Xəmir hazır olduqdan sonra üzərini örtüb təxminən 2-3 saatlığına soyuducuya qoyuram. 250 qram qoz ləpəsini xırdalayıcıdan keçirdirəm. Mən biraz belə iri saxlayıram ki, dişə gələndə daha dadlı olur. 3 yumurtanın sarısını mikserlə qarışdırıram köpürənə qədər. Sonra içərisinə 1 stəkan yarım şəkər tozu əlavə edərək qarışdırıram. Yumurtanın ağı ilə də hazırladığımız bezi hazırdır. Qozun içərisinə əlavə edib qarışdırıram. Zövqə görə içərisinə vanil də əlavə edə bilərsiniz. Əgər istəsəniz bu mərhələdə içərisinə sarı kişmiş də əlavə edə bilərsiniz. İçliyimiz də artıq hazırdır. Xəmir soyuducuda gözlədikdən sonra götürürəm. 3 bərabər hissəyə bölürəm. Kündələri bir-bir qabımın ölçüsünə uyğun yayıram. İlk qat xəmiri qabımın içərisinə qoyub kənarlarını biraz düzləşdirib 2 hissəyə ayırdığım bezəni içərisinə əlavə edirəm. İçliyini hər tərəfinə bərabər şəkildə yayıb, digər kündəni hazırlayıb üzərinə qoyub yenidən içliyə əlavə edirəm. Son kündəni də yayıb üzərinə qoyuram, kənarlarını səliqəyə salıram. Sonra isə baklavanı kəsirəm. Sadəcə üzərindən kəsilər atıram, tam kəsmirəm. Əgər tam kəssəm, içliyi çox çıxacaq içərisindən. Üzərinə 1 yumurtanın sarısına 1 yemək qaşığı duru yağ əlavə edib çəkirəm.
Sonra isə üzərini fındıqla bəzəyirəm. İstəsəniz qoz və ya badamla da bəzəyə bilərsiniz. 170 dərəcə qızdırdığım sobaya qoyuram bişməyə. Budur, artıq paxlavam hazırdır. Bilirsiniz, Soçi paxlavasının görünüşü o qədər də yaxşı olmasa, dadı mükəmməl olur. Buyurun, sizə də göstərmək istəyirəm. Çox dadlı, ləzzətlə alınıb. Bugünlük də məndən bu qədər olsun. Dəyərli izləyicilər, videolarımı bəyənib abunə olmağı unutmazsanız çox sevinərəm. Yeni video reseptlərdə görüşmək üzrə inşallah. Allah'a emanet qalın.